Ata, ata. Azar ata, çor ata. Yenə işin düşüb ata salmısan. Ata, sənə bir söz demək istəyirəm. Mənim pulum zadım yox da sən verməyə. Get işdə, can çıxsın öz pulu özün qazan. Mən, sən yaşlı olanda... Ay ata, bir deyən da imkan ver sözümüzü deyək də. Mənim bir dənə qızdan xoşum gəlir. Ay Allah, sənə çox şükür. Axır ki bu heyvan evlənəcək, mən də nəvə özü görəcəm. Hə, danış görüm nətər oldu, nətər tanış olmusunuz? Nətər tanış olmusunuz deyəndə ki, əslində mən onunla çoxdan danışıram. Prosta qərara gəldim ki, indi sənə də deyim ata. Çünki mənim fikrim ciddidir. Qızın 30 yaşı var. 30 yaşı var? Biraz səndən böyüdü. Amma eybi yox. Elə o yaxşıdır bir yana baxanda. Həyatı daha yaxşı başa düşür. Sənə kişi eləsə elə o eləyər. Bəlkə sən də bir adam olub adamlar arasına çıxdın. Hə, nə olar ki oğlum? Yaşın nə fərqi var? Prosta ki ata, bir əmma var da. Əmma var? Tayqulaqdır bəyəm. Yox ay ata, tayqulaq nədir səndəki? Qız təpəgözdür? Yox, ay ata. Yox, qara o. Bəs nədir əmma? Bir dəfə ailəli olub ayrılıb. Apar rədd elə avara küsədə qalmışı gətirib soxma evimizin içinə. Axmağın bir axmaq. Niyə elə deyirsən ata? Elə indi boşanıb deyə o deməkdir pis adamdır. Elə hər boşanan pis adam olmur ki. Mənə burada anekdot danışma. Dünən uşaq gəlib mənə ağıl öyrədir. 30 yaşı var, 30 yaşı. Gör səndən neçə yaş böyüdü özdə o. Neçə yaş böyüdü ata? Məndə də 29 da. Aramızda 1 yaş fərq var. Heç belə baxanda 1 yaşda deyil, bir neçə ay eləyir. Görsən, qocadır o. Sənin 29 yaşın var, onun 30 yaşı var. Sənin nənən yaşlı arvad deyə, o nənən yaşlı arvad. Özün sənə soxmaq istəyir. 100%. Ərindən xəyanət üstə ayrılıb, əri görüb ki, onu başqası ilə anladır, dalından dəyib. İndi sənin kimi əfəli tapıb özün soxuşdurursan. Külsən başıva, oğul boyvu yerə soxum elə. Ay ata, sənlə söhbət eləmək olmur ya. Adamı peşman edirsən. Mən çıxıram biraz bayıra. Get narkoman dostların yanına. Sərf eləmədi də. Səni də özlərini oxşadıblar elə. Onlar səni yönləndirir. Ay ata, sənin narkoman dediklərin biri universitetdə oxuyur. Biri də müdür müavini işləyir. Sən Allah yaxşı görək. Bəs də elə camaatı böhtan ata durursan. Cəni və buradan. Mənə ağıl öyrədir. Qapının ağzına zibil külək qoymuşam. Gedəndə onu da atarsan. Heç olmasa bir faydan dəysin.